Azərsun Holding günəbaxan yağının yerli xam mal hesabına istehsalını artırmaq üçün yeni layihəyə start verib. Yerli istehsalın inkişafı istiqamətində fəaliyyətini genişləndirən Azərsun Holding, günəbaxan yağının yerli xam mal hesabına təmin edilməsi məqsədi ilə yeni layihəyə start verib. Bizim əsas prioritetlərimizdən biri yerli xam mal bazasının gücləndirilməsidir. Bu istiqamətdə hazırda 200 hektardan çox ərazidə günəbaxan əkini həyata keçirilib və 500 tondan yuxarı məhsul toplamağa hədəfləyirik. Bizim əsas hədəfimiz Bakı Qida və Yağ fabrikini regionun ən müasir və ən güclü istehsal müəssisələrindən birinə çevirməkdir. Yerli xam malın istehsal payını artırmaq, yeni texnologiyalara, investisiyalara davam etdirmək, istehsal gücümüzü artırmaq və məhsullarımızı beynəlxalq bazarda daha geniş tanıtdırmaq əsas prioritetlərimizdən biridir. Azərsun Holding uzun illərdir ölkənin qida sənayesində yerli istehsalın inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Yeni layihə çərçivəsində əsas hədəf strateji əhəmiyyət daşıyan günəbaxan məhsulunun daxili imkanlar hesabına artırılması, xam mal bazasının genişləndirilməsi və istehsal gücünün yüksəldilməsidir. Günəbaxan əkini bizim prioritet məsələlərimizdən olub. Eyni zamanda 5 illik növbəli əkin proqramına günəbaxanı daxil eləmişik və bu şəkildə bizim əldə eləyəcəyimiz hər növbəti ildə biraz daha artırma imkanımız olacaq. 2027-ci ildə 700 hektara, 2028-də 1400-1500 hektara yaxın, artıq 29-cu ildən başlayaraq 1800 hektara yaxın bir ərazidə günəbaxan əkimi planlaşdırılır. Qeyd edək ki, Azərsun Holdingin baş icraçı direktoru Savaş Uzanda şirkətin inkişaf strategiyasına uyğun olaraq yerli kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının, strateji xam mal bazasının genişləndirilməsinin və uzun müddətli perspektivdə günəbaxan yağı istehsalında yerli resurslardan istifadənin əsas hədəflərdən biri olduğunu bildirib.